Selamun Aleyküm əziz müsəlmana və izləyicilər. Demək W149 adı Chevsot Mercedes-Benz maşını sən tok sistemi yeyib yaman günə qoyub hamısını. Biz maşını sökmüşük, bütün işlər gedir. Bunları yiyip sen məhv edeyim. İnşallah ki maşın mühərriri işe salınanda bir daha video paylaşılacak ve tam şekilde yığılandan sonra video paylaşılacak. Selamun Aleyküm. Demək bu Chevsot'un bir hamısı payet olunur. Bir. Maşın yani yığılır hamısı. İştəkirlər təzəsindən əvəzlənir hamısı bir. Səlqə səhmanla. İndi ola bilər səlqəsizi yığılanda şit yığılmamışdan qabaq səlqə səhman göstəriləcək inşallah. Aralığı da məhv edib sizan yiyib. Altın məsəlsi maşına. Şlanqlar zaten hamısını qırıq eləyib. Aralığı da keçib eləyib. Hörmətli izləyicilər, demək maşınımız düzəldi, Allah həmd olsun. Bura gələndə xodlanmırdı. İndi yarım çıxdı, yığılır yavaş-yavaş. Bütün ışıqları zaten hamısı pirbor, zaten hamısı düzəldi. Pirborun ışıqları yanmırdı, zamok açanda aşıqaları vermirdi. Sonra qapısı kilidlənmirdi, bir də qapısını örtdü. Qapılar kilidlənmirdi. Kapısı açılır. Hamısı qaydasında. Palavrodu maşın xodlanır maşallah təbarəkallah. Allah'ıma mübarək. İdeal şəkildə də yığılıb. İndi bunlar qarışıqlıqdır. Bunlar da sərgəni düzəltəcək. İnşallah ki. Selamun Aleyküm əziz izləyicilər. Demək maşınımız hazırdır. Rol ABS ESP işığı yanırdı. ABS'in YTS'nin bunda. Daçkində problem var idi. Aradan qalxdı. Şüşəsi işləmirdi. Aradan qalxdı. Provodkalarını yemişdi. Hamısı işləyir, pet işləyir. Allah xeyrin versin. Maşında bu indi moykaya gidici təmizlik işləri görür.